أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يطوف عليهم ولدان مخلدون بأكواب وأباريق وكأس من معين لا يصدعون عنها ولا ينزفون وفاكهة مما يتخيرون ولحم طير مما يشتهون وحور عين كأمثال اللؤلؤ المكنون جزاء بما كانوا يعملون لا يسمعون فيها لغوا ولا تأثيما إلا قيلا سلاما سلاما وأصحاب اليمين ما أصحاب اليمين في سدر مخضود وطلح ممدود وطلح ممدود وظل ممدود وماء مسكوب وفاكهة كثيرة وفاكهة كثيرة لا مقطوعة ولا ممنوعة وفرش مرفوعة إنا أنشأناهن إنشاء فجعلناهن أبكارا صدق الله العلي العظيم. Peygamber bağlı peygamberin gül cemallı salavatına yadda. Muhammed
وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لن تنالوا البر حتى تنفقوا مما تحبون وما تنفقوا من شيء فإن الله به عليم. Sadaqallahul aliyyul azim. Aziz mümin kardeşler, her birinizi bu Allah'ın evinden, Ehl-i Beyt'in kapısından, Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Her birimiz sebebi bu Allah evinde Peygamber balasının əzasında iştirak etmektir. Ki ilahi şahid ol, mən sənin sevimli bəndəvin əzasında canımla gecenin bu vaxtında Əhl-i Beytin qapısında əza saxlayıram. Ve her bir insan müxtəlif yollarla iştirak etməklə, uzaq yolu qət edib bu gözəl Allah evinə gəlməklə Xanım Fatimə-i Zəhra balasının əzasında iştirak edir. Ola bilər çətinlik ola bilər ki bir insanın vaxtı olmaz. Ama yaddan çıxartmayaq ki Həzreti Peygamber aleyhissalatu vesselam nəvəsi İmam Hüseyin aleyhissalatu vesselam hakkında belə deyir: İnnel Hüseynə misbahul huda və səfinətun nəcat. Deyir, mənim övladım İmam Hüseyin hidayət çırağıdır və nicat gəmisidir. Elə deyir, insanlar, o ki məndən sonra İmam Hüseyin sizlərlə bərabər yaşayar, o Hüseyni gözəl tanıyın. Həqiqətən də mənim övladım İmam Hüseyin hidayətin çırağıdır. Ola bilər bir neçə cür çıraqlar ola bilər, amma əsl hidayət yolunu tapmaq istəyən hər hansı Allah bəndəsi İmam Hüseynə tərəf yol açar, İmam Hüseynə tərəf gedərsə və onun cərgəsində öz cərgəsini tutarsa, o sıralarda olarsa, hidayət çırağı məhz oradadır. O insan hidayət tapmış olar. O insan zəlalətə düşməz. O insan azğınlığa düşməz. O insan Allah'ın salih bəndələrindən olar. O insanın ibadəti, itaəti Allah üçün olacaq. O insan bağlanacaq qəlblə Allah evinə. Çünkü o hidayet tapmışlardan olacak. Kim ki o hidayet çırağına tərəf yön alarsa, gedərsə o tərəf. Elə Allah'ım, bizim də gəlişimiz, məqsəd və amalımız o sənin buyurduğun Hüseyin hakkındaki hidayet çırağıdır. İlahi, o həqiqət çırağına tərəf, hidayet çırağına tərəf getməkdə hər birimizə kömək ol. İlahi, ola bilər bu yolda getməkdə çətinlik ola bilər ki nəfsimiz bizə qalib gəlmək istəyə, ola bilər şeytan imkan verməyə bizi başqa bir yollarla aparmaq istəyər. İlahi, səni an verirəm nənəm xanım Fatimə-i Zəhra məclisinə. Ya Rəbbim Allah, biz insanları nəfsimizin və şeytanın qurbanı eləmə. O hidayət çırağına tərəf yön almaqda hər birimizə kömək ol. İlahi, şeytanı bizə güldürmə. İlahi, səbəbsiz deyil 10 gündür gəlirik. Bu hər il qismət olur, bu əzada iştirak edirik. Bizim bu əzadarlığımız hədər olmasın. İnsan bu cür Allahına tərəf gedər. Əlbəttə ki Allah Teala həmən insanı bəyənər, ona dəyər verər, qiymət verər və inşallah ki o qəlb evi ilə Allaha tərəf yön alarsa, bütün istədikləri ilə Allaha tərəf, yəni Allahın istədikləri ilə Rəbbinə tərəf yön alarsa, əlbəttə ki o insan xoşbəxt bir insandır və heç zamanda şeytan ona qalib gələ bilməz inşallah. Sonra buyurur Həzreti Peygamber Resulü Xuda buyurur,
İnnel Hüseyne misbahul huda ve sefinetun necat. Ve nicatın gemisidir. Mənası bilirsiniz nədir? Yəni hər kim o gəmiyə süvar olarsa, o gəmidə olarsa nicat tapmış olar. Biz ilahi pərvərdigar aləm, sənin günahkar bəndələrinik. İlahi, biz səhv edən bəndələrinik. İlahi səhvimiz və günahımız çoxdur. Amma gəlmişik İmam Hüseynin əzasına, o ki deyirsən ki nicat gəmisidir ilahi, biz də nicat istəyirik. İlahi biz də qurtuluş istəyirik. İlahi biz də şeytandan uzaq düşmək istəyirik. İlahi sənə tərəf yön almaq istəyirik. İlahi haqqa, haqqaniyyətə tərəf addımlamaq üçün bizim əllərimizi, bizim gözlərimizi, bizim ayaqlarımızı tutan bir qüvvə var, o nəfs və şeytandır. Ya Rəbbim Allah, bağlanmışıq bu dünyaya. Onların açılmasında görən gözlərimizin kör olub gedə görə bilmirik o həqiqəti, nicat yoluna tərəf qədəm qoymaqda hər birimizə kömək ol yine ya Rabbim. İlahi o nicat ki deyirsən ki o gəmidədir, İmam Hüseynin yanındadır ya Rəbbim Allah. Biz də nicata ehtiyacımız var ilahi. Boğuluruq, qərq oluruq dəryada. Necə ki Nuhun övladı ona qulaq asmadı, Nuhun gəmisinə minmədi ya Rəbbim Allah. Onu dənizdə boğdun. İlahi biz də boğuluruq. Amma o haqqın gəmisinə minmək üçün, o haqqın yolunda olmaq üçün, haqqın difası kimi haqqı difa etmək üçün ya Rəbbim hər birimizə kömək ol. İlahi o yolda addımlamaq üçün bizə hər birimizə dayaq ol yine ya Rəbbim Allah. Bax bu cür olsaq, bu cür yön almış olsaq, bu cür işimizi qura bilsək nə xoş halımıza. Sözümün əvvəlində Ali İmran surəsinin 92-ci ayəsi. Allah Teala buyurur: "Len tenalul birra hatta tunfiqu mimma tuhibbun ve ma tunfiqu min şey'in fe innallaha bihi alim." Sevdiğiniz şeylerden, bu her birimize aittir. Kur'an ayesi her bir insana aittir. Her bir mümine aittir. Sevdiğiniz şeylerden Allah yolunda xərcləməyince əsla kamil yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki onun yolunda xərclədiyiniz her şeyi bilendir. Allah Teala buyurur sevdiğiniz şeylerden Allah yolunda xərcləmədikcə nedir? Mümkün değil. O hak yolu tapasan. İmam Hüseyin aleyhisselam öz sevdiği şeylerinden, ona değerli olan, bu dünyada daha çok değerli olan bir şeylerden, evladından, övladlarından, balalarından, kardeşinden, her bir şeyinden, malından, canından belə keçdi. Hak için, Allah için. Allah Muteala sevdiği şeylerden. Kesmedikçe mümkün değil. İnsan fikirləşməlidir. Necə ki buyurulur imam tərəfindən ki, ətəclisuna, heç oturursuz belə, ətətəhəddəsuna, heç danışırsınız bizim haqqımızı, ihya əmrəna, bizim əmirlərimizi, bizim buyurduqlarımızı cəmaata çatdırın. Ola bilər başqası başqa cür deyər. Amma siz çatdırın, dəqiq çatdırın. Allah bəyənən bir şəkildə, Allah buyuran bir şəkildə, Kur'an buyuran bir şəkildə, Peygamber buyuran bir şəkildə, kim hak deyir, salih insanların buyurduğu bir şekilde çatdırın insanlara, dayanmayın, susmayın. Onlar susmurlar, hədyan edirlər, hakkı batıla çevirmek için ellerinden gelen her bir rengi verirler. Övladı peygamber ve evlatlarına. Siz de susmayın. Siz de delille, subutla, aşikar danışın ondan, cevap verin onlara. Onlar telefonda doludular. Her şey yazırlar, hədyanlar yazırlar, böhtanlar yazırlar. Utanmırlar. Siz de utanmayın. Hakikatin ardıca gedin. Sizin vəzifələrinizdən biri de odur ki siz cevap verməlisiniz. Təkcə qulaq asmamalısınız. Sizin her biriniz cevap verməlidir. Ama elmi şekilde cevap verməlidir. Gözəl əxlaqla cavab verməlisən. Gözəl elmlə cavab verməlisən. Susmamalısan. Sustunsa sənin də cərgən onunla bərabər olar. Zalimin yanında qərar tutmuş olarsan.
Haqqa susan onun yanında olar. Gərək susmayasan. Cavab verəsən, amma haqla cavab verərsən, elmlə cavab verərsən, ağılla cavab verərsən ki, bu insan batil olduğu bildiyi bir halda və yaxud da ki, nadanlığı bir halda əl çəksin. Əl çəkməz, 1400 ildir əl çəkilmir, indi də əl çəkilməz. Amma siz də susmamalısınız. Boynumuzda hər birimizin boynunda haqq var. O haqqı əda etmək lazımdır. Muhammed ve Ali Muhammed salavat zikreyin. Elə ki Yezid lənətullah hakimiyyətə gələndən sonra açıq-aşkar bu cür danışardı. Deyirdi, Ləibət Haşimu bil mulki. Deyir, ey cemaat, namaz qılardı bəzən də cemaat müsəlmanların qabağına çıxardı. Deyir ki, Ləibət Haşimu bil mulki. Siz bilin, xəbərdar olun. Yezid lənətullah deyərdi, müsəlmanlara deyərdi. Müsəlmanların xəlifəsi idi. Deyir, Ləibət oyunun oyuncaq oladı. Bəni Haşim, yəni Peyğəmbər, övladı Peyğəmbər, onun ardınca gedənlər oynadılar, deyir, xilafətlə deyir, oynadılar. Bəni Haşim xilafət istəyirdi, onunla oynayırdılar, deyir. Fəla xəbərun ca'a və la vəhyun nəzəl. Bilin, ey müsəlmanlar, fəla xəbərun ca'a. Heç bir xəbər Allahdan gəlməyib. Və la vəhyun ca'a. Heç bir nəzəl, və la vəhyun nəzəl. Heç bir də vəhy gəlməmişdir. Kim deyir bunu? Yezid lənətullah. Açıq aşkar. O ki deyirlərə İmam Hüseyin nə üçün bunu etdi? Yezid lənətullah. Bütün kitablardakı var. Bütün əsas kitablarda bu var. Yezidin bu kəlmələri var. Deyir ki, bəs Ləibət Haşimu bil mülki. Mülk üstündə deyir. Haşimilər, yəni Peyğəmbər bunun övladları deyir. Mülk üstündədir, müharibə idi. Davadalaş onun üçün idi. Sonra buyurur ki, fəla xəbərun ca'a. Heç bir xəbər yuxarıdan gəlməyib. Allah tərəfindən heç bir xəbər gəlməyib. Və la vəhyun nəzəl. Heç bir vəhy də nazil olmayıb. Yalan söhbətdir, deyir. Bu cür danışırdı Yezid lənətullah. Müsəlmanlara danışırdı bu cür. Bilin və xəbəriniz olsun bundan. Sonra hətta Vəlid, Mədinənin valisi, o da əmisi oğlu idi bir cür. O da bu cür deyirdi. Tələ'abə bi xilafəti haşimiyyu. Deyir, haşimilər bir cür şeir oxuyardı. Vəlid lənətullah. Deyirdi ki, tələ'abə bi xilafəti haşimiyyun. Haşimilər deyir, xilafətlə oyun oynadılar deyir. Və la vəhyun atahu və la kitabun. Onlara nə bir vəhy gəlmişdir, nə də kitab gəlmişdir. Mədinənin valisi deyir, ha. Möminlərin əmiri deyir, ha. Bu lənətullah Vəlid Yezidin əmisi oğludur. O deyir, ha, bu cür. Deyir, fəqul lillahi yəmnəuni təami. Və sonra məsxərə eləyir, deyir. Fəqul lillahi, siz Allaha deyin ki, bunu mənim yeməyimi mənim üçün haram eləsin. Fəqul lillahi yəmnəuni şərabi. Siz Allaha deyin ki, mənim içdiyim bu şərabı mənim üçün haram etsin. Məsxərə edir dini, İslamı. O zaman İmam Hüseyin öz sözün deyib. O zaman danışıb. O zaman etirazını bildirib ki, babam gətirdiyi din bu din deyil. Bunları bilin, xəbəriniz olsun. Elə boşu-boşuna olmayıb, səbəb olub, məqsəd olub. Odur ki, İmam Hüseyin, kimdir o? O həmən bir insandır ki, Peyğəmbər, bayaq biz sizdən danışdım, Peyğəmbər onun haqqında nə deyib? Deyib ki, bəs o hidayətin çırağıdır, nicat gəmisidir. Onun yanında olun. O heç zaman sizi zəlalətə aparmaz, pisliyə aparmaz. Onun dəvəti haqqa tərəfdir, düzə tərəfdir, paşa tərəfdir. Ey paş olmaq istəyənlər, ey xəbərsiz olanlar, xəbəriniz olsun, belə bir insan var. O da mənim övladım, mənim ailəmdəndir. Sizin borcunuzdur ki, onun ardınca gedin ki, haqqa çatasız. Haqqa çatasız, haqq. Allah Teala o hak yolda her birimizi sabit qədəm qərar versin inşallah. Muhammed ve Ali Muhammed salavat zikirliye. Sonra buyurur Ahzab 57'de İnnellezine yu'zunallaha ve rasulehu la'anahumullahu fid dünya vel ahire ve a'adde lehum azaben muhinen. Allah Teala buyurur Kur'an-ı Kerim'de innellezine yu'zunallah. Dir Peygamber insanlara bu cür de. O insanlar ki öz elədiyi əməlləri ilə, rəftarları ilə onlar Allah'ı incidərlərsə, yu'zunallah.
və rəsulahu və onun göndərdiyi, sizin üçün göndərdiyi haqq olaraq Peyğəmbəri elə bir hərəkət eləyəcəklər ki, ona dərd verərlər, onu incidərlər. Həm mənidir, mən Allahı incidən, həm də ki, mənim göndərdiyim Peyğəmbəri əməlləri ilə, rəftarları ilə hər bir formada incidərlərsə, ləhu la'nəhumullah, o insanlara Allahın lənəti vardır. Bu açıq aydın deyir Allah Teala Qur'an-ı Kerimdə. Kim Allahı incidərsə, yəni Allahın halalın haram bilər, Allahın haramın da halal bilər, Allahın bəyənmədiyi hər nə varsa ona tərəf meyl edər və meyl etdiyi qədərində də o işdə davam edər. O cür insanlara deyir ki, bəs məni və mənim göndərdiyim Peyğəmbəri incidən əməlləri ilə, danışığı ilə, rəftarı ilə Allahın bir lənəti vardır onlara. Fid dünya vəl axirə. Bu dünyada da və axirətdə də. Və əaddə ləhum əzabən muhinən. Və Allah Teala onlar üçün xar edici, alçaldıcı bir əzab hazırlamışdır. Peyğəmbər o insanlara deyir. Allah Teala kimlər ki Allahı və onun Peyğəmbərini incidərlərsə, Allahın onlara lənəti var dünya və axirətdə və onlar üçün alçaldıcı bir nə var? Əzab vardır. Heç zaman Allahım, sənə an verirəm cəlal və izzətin, əzəmətin xatirinə bizi azmışlardan və sənə əməllərimizlə Peyğəmbərə əzab verənlərdən bizləri qərar vermə. Ən mühüm məsələ budur. İnsan diqqət eləməlidir. İnsan hər bir danışığında, hər bir aparışında, hər bir əməlində, gecə olsun, gündüz olsun, ailəsi ilə, ata-anası ilə, fərq etməz, dostu ilə, müsəlman qardaşı ilə, hər bir əməlində, rəftarında, gözündən belə, danışığı ilə belə Allahı incitməməlidir. Çünkü Allah Teala insan için ne ki halaldır, ne ki haktır, ne ki düzdür Kur'an-ı Kerim'de buyurur, ne ki Allah'ın beğenmediği bir şeyler de var Kur'an-ı Kerim'de buyurur. Kur'an okumağla insan, çünkü bu meclis nurani bir meclistir, irfani bir meclistir, Kur'an meclisidir, natık-ı Kur'an'ın meclisidir. Her birimiz Kur'an öğrenmeliyik ve her birimiz bilmeliyik ki Kur'an öğrenip bir neticemiz olacak. Kur'an öğrenip ihlaslı olabilirik. Kur'an okuyup ve Allah yolunda adımlayabilirik ve Ehl-i Beyt'in peygamberin yolunda olabilirik ve onların buyurduklarını anlayabilirik. Ama başında Kur'an-ı Kerim dayanır. Kur'an-ı Kerim'i öğrenmek, okumak, onu hayatımızda berpa etmek için ve onunla beraber adımlamak için Allah'a yalvarmak lazımdır, istemek lazımdır. Biz iste için gelmişiz bu kapıya ki ilahi onu bize ver. İlahi ne kadar ömrüm kalıp ben bilmirəm. İlahi olabilir ki uzun illerdir, 30 ile yakındır ki biz burada hizmet gösteririk. İlahi 30 ile kadar burada o kadar insanlar olub ilahi bizden beraber. Ama hakkın dergahındadılar. İlahi onları gani gani rahmet kararı ver. Qəbirlərini nurla doldur yine. İlahi kalanların da sayı salamet ele yine. İlahi günahlarımızı bağışla yine. İlahi bizim əzadarlığımızı bizim için axırıncı karar verme. İlahi her zaman senin yolunda adımlamak için her birimize kömək ol. İlahi kalbimizde ne kadar çirkinlik varsa seni an verilen bu əza sahibinin xatirinə, senin yanında olan hürmeti xatirinə kalbimizden çıkart. İlahi halis bende olmak için her birimize kömək ol. İlahi bizi aile yanında avara koyma. İlahi analarımız, hanımlar, kız gelenler gelirler. Bu əzada iştirak edirlər. Bir Fatimə var, nənəmiz Fatimənin balaların əzasında. İkinci Fatimədə biz onun yanında əyləşmişik. Hər birimizin boynunda hak var. Musa-i Kazım Aleyhisselam'ın kızı, İmam Rıza'nın bacısı Həzrəti Həkimə xanımın adı Fatimədir. İkinci Fatimənin yanında əyləşmişik. Biz əvvəla ona baş sağlığı verməliyik. Toplaşmışıq hər birimiz bura ki, nənəm Fatimə. Sen bizim nənəmizsən, bütün müminlerin nənəsisən, anasısan. İndi gəlmişik, sənin de bir balan var, nəvən var. Onun ziyarətgahında əyləşmişik. Əvvəla ona baş sağlığı veririk, sonra sənə baş sağlığı veririk.
Gəlmişik ki, bizim başsağlığımızı bizdən qəbul eləyəsən. Bizim əməllərimiz naqisdir. Onların tamam olması üçün, Allah yanında bəyənilməsi üçün Allah özü bizə kömək olsun. Nənəm Fatimə, sən bizə dua et Allah yanında ki, bizim əməllərimiz bundan sonra ixlaslı əməllər olsun. Gəlmişik bu əzada iştirak edirik. Bu əzadan bir şey apara bilək özümüzlə. Və qiyamətə qədər, yəni son nəfəsimizə qədər ixlaslı olmaqda, tərbiyəli olmaqda, əxlaqlı olmaqda Allah sən özün bizə kömək ol. Bu əsas mühüm məsələ budur ki, insanlar gəlib toplaşır, bu fəzada, bu gözəllikdə əyləşirlər və gözəl bir Allah kəlamlarını eşidəndən sonra ruhən, mənən dəyişirlər. Əgər aramızda bir nəfər belə, 2 nəfər belə, indi hər nə qədər arzu edək ki, çox olsun, onun qəlb evində bir aramlıq taparsa, bir gözəllik taparsa, o dəyişərsə inşallah, dəyişəndən sonra ömrünün bütün çağlarında, o əgər Allah üçün hər bir şey Allah üçün görəcəksə, nə xoş o insanın halına. O insan nicat tapmışlardandır. Allah'a and verə cəlal və izzəti xatirinə o insan ki aramızda var, inşallah ki o vardır. Allah Teala o insana xatir bizim də günahlarımızı bağışlasın. Bizim də salih bəndə olmaq üçün çalışdığımızı bizim üçün onu versin bizə. Muhammed və Ali Muhammed salavat zikr eləyək. Biz Xanım Fatimə-i Zəhradan danışdıq. Həzrəti Peyğəmbər buyurur, qızım Xanım Fatimə-i Zəhra Allahın ən sevdiyi bəndələrindən biridir. Kim ona mən əzaha, əziyyət verərsə, mənə əziyyət vermişdir. Mənə əziyyət verən də Rəbbimizə əziyyət vermişdir. Amma kim onu razı salmışsa, kim onun, belə deyək, balasının əzasında iştirak eləyibsə və bir anlıq özünü Kərbəlada hiss eləyibsə və orada o ki, İmam Hüseyin əleyhissalam çağırır ki, sizdən mənə kömək eləyən bir şəxs tapılarmı? Sizdən mənə kömək eləyən bir şəxs tapılarmı? Sizdən bir şəxs mənim səsimi eşidib, mənə kömək eləyən tapılarmı? Bu səsi eşidəndən sonra qulaqlarını tutmayıbsa və İmam Hüseyinə tərəf yön alıbsa və bilir ki, orada ölüm var, şəhadət var, yəni bu dünyadan yox olmaq var, getmək var, əbədiyyətə qovuşmaq var, onu eləyə bilirmiş isə, aramızda belə bir insan varsa və inşallah ki, belə insanlar olar, nə xoş o insanın halına, o eşqi yaşaya bilibsə. O eşqi yaşayıbsa Allah Teala bizim hər birimizə o eşqi, o insanlığı, o mərifəti, o inamı qismət qərar versin. Hədis buyurur, Həzrəti Peyğəmbər əleyhissalatu vesselamın dilindəndir. Deyir, İnnə liqatli Hüseyn hərarətən fi qulubil mümin. Bəs həqiqətən də İmam Hüseyin əleyhissalamın şəhadəti ilə müminlərin qəlbində bir hərarət olacaq, bir istilik olacaq. La təbrudu əbədən, heç zaman o getməz. Və yaxud da lən təbrudu əbədən, o heç zaman oradan getməz. Deyir, balam İmam Hüseynin qətli ilə, şəhadəti ilə, o şəhid olandan sonra möminlərin qəlbində, demirəm münafiqlərin qəlbində, deyir möminlərin qəlbində, diqqət edin. Nə xoş sənin halva ki, sən möminsən. Nə xoş sənin halva ki, sən gəlmişsən, Əhl-i Beyt qapısındasan. Sən Peyğəmbərimin buyurduğunu eşidirsən. Sən Allah göndərən, Peyğəmbərinə göndərən Qur'an-ı Kərimin ayələrini eşidirsən. Sən Fatimə balası İmam Hüseynin məclisində əzadarsan. Nə xoş sənin halva, nə qədər sənin qiymətin, dəyərin var Allah qatında, heç bilirsən. Amma onunla bərabər də ihya etmək lazımdır, çatdırmaq lazımdır, demək lazımdır. Necə ki, batil yolda olan bir insan həya etmirsə,
Zaten onun həyası yoxdur ki. Əgər həyası olsa bu sözləri danışmaz. Peygamber ve övladı peygamber hakkında hədyan demez, yalan demez, böhtan demez. Çünkü kalbi, onun zahirinde bir müsalmanlık var. Dövr zamanında necə ki sözümün əvvəlində Yezid lənətullah necə dedi və yaxud da ki əmsi oğlu Vəlid necə dedi. Dedi ki boş şeydir, siz qulaq asmayın, nə vəh gəlib. Onlar xilafət üçün vuruşurdular, mülk üçün vuruşurdular. Onların istediği buydu. Peygamber'e hiçbir vəh gəlməmişdi. O cür insanlar, zahirde namaz kılanlar, müminlerin emiri adını alanlar o dövrden bu dövre kimi de var ha. İndi daha beşbətəri var. Siz susmamalısınız. Siz de cevaplarınızı verməlisiniz. Ama ahlakla. Çünkü biz Əhl-i Beyt qapısında əyləşmişik. Bizim əxlaqımız onlardan fərqlənməlidir. Bizim ədəbimiz onlardan fərqlənməlidir. O hər nə qədər əxlaqa uyğun hərəkət eləmirsə, bizim o qədər də əxlaqımız olmalıdır. Bizim tərbiyəmiz olmalıdır. Çünkü əxlaq məktəbidir İmam Hüseyin məktəbi. İmam Hüseyin aleyhissalatu vesselam öz yanındaki olanlarla beraber bütün dünyaya ve o zamanda olan o 30 min her ne kadar neçə min orada qoşunda olan insanlara öz əxlaqın ve ədəbin öğretti. Her bir hərəkəti ilə, her bir əməli ilə, her bir rəftarı ilə, her bir danışığı ilə, namazı ilə belə. Ədab ərkan öğretti onlara, əxlaq öğretti onlara. Kur'an'dan bayra çıxmadı. Her ne dediyse Kur'an'a uygun dedi. Her ne eşitmeli söz dediyse Kur'an'dan başka bir şey demedi. İmam Hüseyin aleyhisselam. Siz de biz de o cür olmayı ama susmamalıyıq. Sussaq bizle zalimin arasında hiçbir fark kalmır. Amanın günüdür susmayın. Siz de cevap verin. Ama məntiqə əsasən, əxlaqa əsasən. Elə cevap verin, kitablarımız doludur, vardır. Ve siz de bir axtarış edin. Sizin boynunuza hak düşür. Eləyin bunu. Ey İmam Hüseyin əzasında iştirak edenler, susmayın, danışın, deyin. Peygamber ve Ali, Peygamber salavat işlerdi. İmam Hüseyin'in bilirsiniz, gelip bugün kaş olmayaydı, İmam Hüseyin Küfəyə tərəf gedirdi. Ama qabağına 4000 qoşunla bərabər Hür tuttu. Hür Übeydullah İbn Ziyadın qoşununun rəhbəri, sərkərdəsi idi. Ona 4000 nəfər verdilər ki, necə bacarırsansa bacar, İmam Hüseynin qabağını tut, ona imkan vermə ki, Küfəyə girsin. Hür sərkərdə başçısı olduğu üçün Übeydullah tərəfindən verilən əmri layiqincə yerinə yetirdi. Və İmam Hüseynə imkan vermədi Küfəyə daxil olsun. Və onu Kərbalaya tərəf apardı. Bu axşam İmam Hüseynin Hürlə üzbəüz gələn vaxtıdır. O zaman İmam Hüseyin öz məramın Hürrə və onun qoşununa bəyan etdi ki, mənim məqsəd və amalım, o məqsəd və amalı daha açıq, daha aydın, Allah istəyən bir şəkildə izah etdi Hürrə. Bu cür buyurdu. Mən ra'a sultanan cairən. Deyir, buyurdu ki, hər kim bir zalim sultan görə. Hür deyir, mən boşuna gəlməmişəm. Hər kim deyir, hər bir müsəlman ki, zalim bir sultan görə, rəhbər görə. Müstəhillən li hurumillah, Allahın haramın halal edən görə. Makisən əhdə, əhdi pozan görə. Müxalifən li sünnəti Rasulillah, Peygamberin şəriətinə, qayda qanuna müxalif olan görə. Və ya'məl fi ibadillah bil ismi vəl udvan, Allah bəndələri ilə zülmlə rəftar eləyən görə. Fələm yuğayyir əleyki bi feylin və qovl. Əgər, diqqət edin, fələm yuğayyir əleyki bi feylin və qovl. Əgər
ona əməllə və yaxud sözlə etiraz eləməsə, kana ələllahi haqqan, ondadır Allahın boynunda haqdır ki, həmin etiraz eləməyəni zalimlə məhşur etsin. Bildiniz İmam Hüseynin məqsədin? Hürrə deyir, hür, sən ki mənim qabağımı tutursan, əvvəla mən boşuna gəlməmişəm. Özümdən qabaq əmim oğlu Müslim ibn Əqili göndərmişəm. Mən Küfə əhlinin etibarsız olduğunu bilirdim. Onlar mənim atama qarşı etibarsız olublar, qardaşıma qarşı etibarsız olublar. Onlar mənim atam əlini sübh namazında mihrabda qılıncla vurublar. Onlar mənim qardaşım İmam Həsəni evində xanımı tərəfindən zəhərlədiblər. Ona görə ondan qabaq məktublar ki mənə mühürlə gəlmişdi, o mühürlü məktublar mənə çatandan sonra mən birinci əmim oğlu Müslim ibn Əqili göndərmişdim ki insanların o vəfasın birisində də onlar mənə mühürlə məktub göndərmişdilər. Baxın ha, Küfədə namaz qılanlar, ibadət eləyənlər İmam Hüseynə məktub yazırlar və mühür qoyurlar. Mühür bilsiniz nədir? Yəni təsdiqləmək deməkdir. Mühürlə məktub göndərirlər ki, ya Hüseyin sən gəl, əgər gəlməsən qiyamət günündə səndən şikayət edərək kimə? Cəddim Peyğəmbərə, babam Peyğəmbərə. Biz səni çağırdıq ki, çünki Küfə əhli elə ki eşitdilər ki, Muaviyə lənətullah dünyasını dəyişib, Yezid lənətullah hakimiyyətə gəlib və bu açıq-aşkar İslam'a qarşı üsyan edir, açıq-aşkar meymunla oynayır, açıq-aşkar şərəbxordur, açıq-aşkar ağzın danışığını bilmir, açıq-aşkar hər şey ki günah var o işlərlə məşğuldur, etiraz etdilər, dözmədilər ona, Yezidin hakimiyyətə gəlməsinə. Necə ki xəlifədir bu, möminlərin xəlifəsidir, ola bilməz. Bunu dedilər və ondan sonra bir neçə min məktub yazdılar İmam Hüseynə ki, ya Hüseyin, Fatimə balası, Əlinin balası, Peyğəmbər balası, kömək ol bizə, əgər gəlməsən səndən şikayət edib qiyamət günündə. Amma İmam Hüseyin ona baxmayaraq əvvəl əmsi oğlunu göndərdi. O da məktub yazdı ki, hamılıqla onu qəbul etdilər, sevindilər. Yezid lənətullah bunu görəndən sonra ki, bəs xəbər çatdı Küfədən ki, bütün insanlar İmam Hüseyin əleyhissalama göndərdiyi əmsi oğlu Müslim ibn Əqilə beyət ediblər. O bey özündən daha çox bətərin, şərəfsizin, ləyaqətsizi Ubeydullah ibn Ziyadı göndərdi. Hara? Küfəyə vali. Və Ubeydullah ibn Ziyadın vasitəsi ilə və orada baxın imtihan orada başlayır. O ki mühürlə məktub yazan, nə qədər həccə gedən, gecə namazı qılan, ibadət eləyən insanlar başladılar orada alver etməyə. Necə hətta adət oldu ki qızıl ver, kılıncı al, kızıl al, kılıncı ver, kızıl al, kılıncı ver. Kızılı aldı, kılıncı verdi. Kızılı aldı, kılıncı. Ne inirsən? Hanımlar çıktılar Küfədə insanların qabağına, öz oğlanlarının qabağına, həyat yoldaşlarının qabağına. Sen istirsən ki, arkadan deyir, Yezidin qoşunu gəlir. İstirsən ki, az qalaq, bizi kılıncdan keçirsinlər, bizi əsir eləsinlər. Ne inirsən? Sənin nəyibə lazımdır bu muharibə? Gedmə ginən, kızılı al, kılıncı ver. O sürdə etdilər. Namaz kılanlar, namaz, ibadət eləyənlər, Allah çağıranlar, İmam Hüseyni oraya dəvət eləyənlər ki, ya imam biz sənin arkandayıq. Allah Teala bu cür qurur da, imtihan bu cür olur bu dünyada. Ona görə deyir ki, ey namaz qılan, gecə namazı qılan, hafizi Kur'an, Kəbəyə gedən, Kərbəlaya gedən, çox da güvənmə özüvə, çox da bək danışma. Güvənmə özüvə, bir imtihanda bir sınaq eləyərəm səni, görüm o sınaqdan keçə bilirsən, can verməyə hazırsan ya yox, mal verməyə hazırsan ya yox, onda sən başlayırsan titrəməyə, malın əlindən gedir, istəmirsən verməyə, haqq yolunda gedir, Allah üçün verirsən, onun dünya və ahirətdə xeyri var sənin üçün, Allah bəyənməyən bir yola uf demədən xərcləyirsən, heç utanmadan xərcləyirsən. Amma Allah Teala ona görə sənə onu verməyib. Verib ki, mənim üçün xərcdə. Mənim üçün xərcdə. Halal yolda xərcdə. Amma sən halal yolun qapısını bağlayırsan özüvə. Görən gözlərini kör edirsən. Amma Allah'ın o bağlı etdiyi qapı, sənə haram buyurdu qapını, özün güclə açırsan, hər nə ki var ora xərcləyirsən. Amma burada heç baxmırsan. Və sonra deyirsən ki, mən namaz qıldım, həccə getdim,
əzada iştirak etdim və yaxud da mənim kimi danışdım, Allah məni bağışlayar, xeyr. Xeyr. Aldatmayaq özümüzü. Xeyr qardaş. Özümüzü aldatmayaq, mümkün deyil. O zaman bizi bağışlayar ki, əməlimizi saflaşdıra bilək. Əməlimiz saflaşdısa və Allahla nəfəs ala bildiysə, Allah üçün nəsə eləyə bildiysə, onda İslam tələbələri və yaxud da belə elm tələbələrinə imkanı olanlar əl tutdunuzmu? Allah evinə əl tutdunuzmu? Qonşunda kasıb vardı, əl tutdunmu? Xəstə vardı, əl tutdunmu? Bunlardan tamam qabaq ailəndə kasıblara, imkansızlara, atava, anava, bazı, qardaşıva, yaxınlarıva, qonşularıva əl tutdunmu? İmkanlı. Onları yaddan çıxartdın. İstəmədin onlar yadıva düşsün. Allah da deyir, yox, qəbul deyil. Bu cür əməlin qəbul deyil. Sən İslamı özün istədiyin kimi yaşamaq istəyirsən, o da Allah üçün qəbul deyil. Nə zaman ki İslamı biz, namazı və ibadəti, etdiyimiz əməlləri Allah üçün yaşayarıqsa, onun buyurduğu kimi yaşayarıqsa, Qur'anın buyurduğu kimi yaşayarıqsa, o zaman dəyər və qiymətimiz var. Kimliyindən asılı olmayarıq. İstər o adam kasıb olsun, istər varlı olsun, istər cavan olsun, istər qoca olsun. Fərq etmir Allah üçün. Ola bilər elə bir insan olsun ki, bizim gözümüzün qabağında daha çox, biz dünya malının hərisi axı. Onun gözəl giyimi olmaz, libası olmaz və yaxud da ki, ondan bir təriyi də üzr istəmsizdən gələ bilər. Biz ondan çəkinərik, özümüzdən onu uzaq edərik. Amma onun bütün əməlləri, bütün ibadəti Allah üçün olar. Ona görə deyir ki, ehtiyatlı ol əməllərində, danışığında, göz baxışında. Bu cür eləmə. Hətta onunla rəftarın düzgün olsun, Oyan bir gün var ki səndə hamı onu dadır. Heç bir insan, Allah'ın Taala'nın yarattığı heç bir insan onu dadmamış bu dünyadan getmir. O hansı zamandır? O zaman odur ki hər birimiz arxası üstə, kürəyi üstə uzananda, gözlərimiz tavana dikələndə, ətrafımızda nə qədər qohum və əqrabamız olsa və hər nə qədər əzizimiz də danışsa, həkim də orada olsa, bir anlıq bir işığın sönməyi ilə bu dünya sönür, digər bir işığın yanması başlayır. O zamanla ehtiyatlı olmaq lazımdır. O hər birimizin başına gələr. O pulla deyil, varla deyil, imkanla deyil, vəzifə ilə deyil, mümkün deyil, o onunla ölçülmür qardaşım. O hər birinin başına gəlir. Bu dünyaya bu qədər bel bağlamaq lazım deyil. Hər zaman da deyirik, amma sözdə deyirik, əməldə başqa şey eləyirik. Əməldə göstərməliyik onu, əməldə. Muhammed və Ali Muhammed salavat getirdi. Sonra imam buyurdu ki, Hürrə, ey Hür, sən ki mənim qabağımı tutmusan, mən bunları dedim. Sonra buyurur, mən rə'ə sultanən cairə, hər kəs ki zalim bir padşahı görə. Əla innə haula qəd ləzm taətə şeytan, bilin və agah olun, bunlar şeytana itaat eləyənlərdir. Və tərəku taətə rəhman, bunlar Allahı itaəti tərk eləyənlərdir, eləyiblərdir. Və ətdəlül hudud, bunlar hədləri tətil eləyənlərdir. Allah Teala Qur'anda ayəsindədir, mən insanlara həd qoymuşam. Həd qoymuşam ki, harama getmə. Həd qoymuşam ki, nahaq danışma. Həd qoymuşam ki, suizən etmə. Həd qoymuşam ki, kimisə çörəyinə bais olma. Həd qoymuşam ki, qonşunun haqqını əda et. Həd qoymuşam ki, ata-ananın qədrin bil. Həd qoymuşam ki, xidmətdə düzgün ol. Həd qoymuşam ki, onları aşma, aşsan cəzası var, Qur'an buyurur. Onlar o cür insanlardır ki, Allah buyuran hədləri tətil etdilər, buraxdılar deyir. Və ətdəlül hudud, hədləri tətil ediblər deyir. Və əzhərul fəsad, və fəsadı açıq-aşkar ediblər, adi ediblər. Və həlləlül həraməllah, Allah həramlarını deyir, halal ediblər. Və hərrəmə halalə, və Allah halallarını da ki, haram ediblər. Bu cürdür gəlmişəm, çıxmışam hür. Səbəbim budur gəlmişəm bura. Amma Aşura günü Hür arifane bir, çünkü ariflerin meclisidir, arifane tefekkür etti.
az bir miqdarda təfəkkür edəndən sonra öz-özünə sual verdi ki, ilahi pərverdigarı aləm, mən hara gedirəm? Çünki hür əvvəl bilmirdi ki, bu gəlib bu tərəfə, nəticəsi bu olacaq. Yəni İmam Hüseynin və övladlarının, balalarının ölümü ilə nəticələnəcək, şəhadəti ilə nəticələnəcək. Ona əvvəl demişdi ki, onun qabağını bağla, sonra bilərək nə deyərik. Bu formada gəlmişdi. Elə ki, gördü ki, yəqin oldu ki, buradan bir çıxış yolu yoxdur. Gəlib yaxınlaşdı Lənətullah Ömər Səədə, dedi ki, fikrin nədir? Dedi ki, qan mənim atlarımın üzəyinə belə çatsa, çəkməmə belə çatsa, o qədər qan axıdılsa, bu yerdə Peyğəmbər balası, Fatimə balası, Əli balası, İmam Hüseyin və yanındakı olanların başı kəsilməlidir. Ömər Səd Lənətullah bunu dedi. Onu biləndən sonra dedi, yox. Təfəkkür etdi, təfəkkür, oyanış etdi. Baxın, orada məktub yazan, möhürlə imzalayan insanlar, illərlə namaz və ibadətdə olan bir insanlar, dünya malın qızıl aldılar, qılınc verdilər, haqqın yanında olmadılar. Düz, illərlə namaz qılmışdılar, haqqın yanında olmadılar. Bir yarım saatlıq hür təfəkkür edəndən sonra arifana dedi, yox, hür sən hara gedirsən? Sən hara, bura hara? Sən sərkərdə olduğu qoşunu buraxdı. 4000 qoşun sərkərdəsi olan hür buraxdı. Kim onu buraxar? Məktub yazanlar buraxdı. Hür sərkərdə idi. Namaz qılanlar, oruç tutanlar, həccə gedənlər buraxdılar. Heç uf demədilər. Haqqın yanında olmadılar. Bilirdilər haqq kimləndir. Amma hür təfəkkür edəndən sonra dedi, yox. Ondan sonra geldi İmam Hüseyin'in huzuruna. Salam verdi. Allah'ın salamı olsun sana ya Hüseyin. Təsəvvür elə səbəb olasan ki, Peyğəmbərin balasın, nəvələrin gətirib çıxardasan elə bir yerə ki, indi onları şəhid edirlər. Ondan qabaq gəlirsən, Aşura günündə peşiman olursan, gəlirsən İmam Hüseynin qabağında salam olsun sana ya Hüseyin. Deyir, aleyküm salam, gələn kimdir? Deyirlər ki, bəs əvvəl bizim qabağımızı tutan hürdür. Deyir, nə istəyir? Deyir, bir neçə kəlmə imamla danışmaq istəyirəm. Ondan sonra deyir ki, mənə, ya Hüseyin, tövbə indi etsəm gec deyil. Əxlaq, iman, mərifət, Allah sevmək, Allah'ın yanında olmaq nə deyərdi? Bir digəri deyir ki, sən deyildinmi mənim qabağımı tuttun? Hər nə deyərdin ona? Elə son anda bilir Hüseyin bir neçə saatdan sonra şəhadətdir. Balalarının tikə-tikə olmasıdır. Körpə balası qundaqda ikən qana qəltədə olunmasıdır. Onları bilir. Amma nə deyir? Deyir ki, hürrə nə deyir? Deyir ki, bəli. Allah yolunda olmaq budur. Allah üçün nəfəs almaq budur. Allah üçün ibadət etmək budur. Allah yolunda difa etmək əzizlərim budur. Dedi, bəli. Tövbəm qəbuldur. Dedi, tövbəm qəbuldur, İmam Hüseyin. Mən səbəb olmuşam, sənin balalarını bura gətirmişəm. Mən səbəb olmuşam, 3 gündür ki, sən və sənin balalarının ağzına su dəymir. Fəratın suyu sizin yanınızdan axır, amma sizə imkan vermirlər o sudan içməyə. Ona mən səbəb olmuşam qoşunumla. Mənim tövbəm Allah yanında edirəmsə qəbuldur. Dedi, bəli, qəbuldur. Dedi, onda mənə icazə ver. Ki, bəs mən gedim, vuruşum. Dedi, mən səni halal etdim, Allah da şahiddir ki, səni halal etdi. Get. Dedi, yox, mən gedə bilmərəm. Dedi, necə yəni gedə bilmərəm? Dedi, ya Hüseyin, mən həmən hürəm ki, sən bağışladın. Amma sənin körpə balan Rüqəyyə var, mən onu qorxutmuşam axı. Mən onu 10 gündən çoxdur ki, bu çöllərdə gəzdirirəm axı. O məndən qorxub axı. Mən Zeynəbin gözünə necə baxım? Mən körpə Rüqəyyənin gözünə necə baxım İmam Hüseyin? Ola bilməz ki, mən axı onları qorxutmuşam bu çöldə. Əgər Rüqəyyə mənə qulaq asmasa, mənim sözümü dinləməsə, məni halal etməsə, mən getmərəm buradan. Bilirəm sən halal etdin.
Amma əsas odur ki, meyyar odur ki, İmam Hüseyin mənə icazə verginən, mən gedim Rüqəyyənin yanına, onunla da danışım, o da məni halal etsin. Əgər o mənə halal etməsə, mümkün deyil. Bilirsiniz necədir? Füssilet surəsinin 21-ci ayəsi. Gör nə deyir Allah Taala. Sizə qurban olun, vaxtınızı alıram. Amma istəyirəm ki, bu məclis kör-körana getməsin. Çünki irfani bir məclisdir. Elm məclisidir, Qur'an məclisidir. Nə üçün yığışmışıq onu bilmək lazımdır. Hər şeyi də Qur'anla uyğun danışmaq lazımdır ki, çünki Qur'an hər şeyin həqiqətini bizə çatdırır. Füssilet surəsinin 21-ci ayəsində, 20-ci ayəsində Allah Teala belə buyurur. Hətta izə ma ca'uha şəhidə aleyhim səm'uhum və əbsaruhum və culuduhum bima kanu ya'malun. Peyğəmbər, haqq olan Peyğəmbər, diqqət edin buna, Hürrün elədiyi əməli deyirəm ha, rəftarı deyirəm və Qur'an-ı Kərimin ayəsin. Deyir, hətta İzə ma ca'uha şəhidə aleyhim səm'uhum və əbsaruhum və culuduhum bimə kanu ya'malun. Deyir, nəhayət onlar hamısı deyir, cəhənnəmə çatanda deyir, qulaqları, gözləri və dərilərimiz etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər. Qulaqlarımız, gözlərimiz, dərilərimiz etdiyimiz əməllər haqqında nə edir? Şəhadət verər. Hür deyir ki, ya imam, sən bağışladın. Axı, körpə Rüqəyyəni qorxutmuşam. Mənim cildim, mənim, yəni dərim, mənim gözüm, mənim qulağım, mənim dərim qiyamət günündə şəhadət verəcək ki, bəs bu tamamlamadı. Düzdür, İmam Hüseyin onu bağışladı. Allah, sən də bağışladın. Amma o Rüqəyyəni qorxutmuşdu axı. Onda deyir, danışacaq. Allah deyir ha Quranda. Danışacaq deyir, danışacaq. Sənin əzan danışacaq, cildin danışacaq, dərin danışacaq, ətin danışacaq, gözün danışacaq, qulağın danışacaq. Danışacaq deyir. Deyir, yox, mən onu da razı salmalıyam. Getməliyəm onun yanına. Hətta ravi deyir ki, Hür o qədər gedib yaxınlaşdı Rüqəyyəyə, o körpə balaya. Əvvəl biraz çəkindi Rüqəyyə Hürdən. Sonra o qədər onunla belə gözəl danışdı, gözəl şeirlər ona dedi. Hətta gördü ki, bir-birindən danışırlar və gülürlər. Onun razılığını aldı. Onun razılığını aldık. Yəni qiyamət günündə. Ona görə deyirəm, arifanə 5 dəqiqə, yarım saat təfəkkür etmək 1000 ilin ibadətindən artıqdır. Arifanə təfəkkür etmək, haqqa tərəf getmək, haqqa yön almaq, haqq yolunda olmaq, nə qədər çətin olsa o yolda addımlamaq üçün. Hür şəhadət şərbətini içmək üçün gedirdi. Deyir, yox, haqq var. Hüseyin, sən bağışladın. Xanım Zeynəb qalıb axı. Körpə balan Rüqəyyə qalıb axı. Axı, mənim özüm onu qorxutmuşam, əməllərim onu qorxudub, onu susuz saxlamışam axı. İcazə ver, ondan da halallığımı alım. Bir zaman gələcək qiyamət günü, Allah Quranda buyurur ki, sizin bədənləriniz danışacaq, sizin dəriləriniz danışacaq. O zaman şəhadət verməsin. Mənim dərim ki, mən onu incitdim, onun halallığını almadım. Getdi, ondan halallıq aldı, ondan sonra qayıtdı. Dedi, indi mənə icazə ver, gedim. İndi Füssilet surəsinin 21-ci ayəsidir və qalu li culudihim lima şəhidtum aleyna. Qiyamət günü insanlar deyir, hesab verəndə qalu deyəcəklərdir. Li culudihim, öz dərilərinə deyəcək. İnsan öz dərisinə deyəcək. Lima şəhidtum aleyna. Bizim əleyhimizə niyə şəhadət verdin? Mənim əleyhimə niyə sən şəhadət verdin? Özün, sənin öz bədənin deyəcək. Niyə mənim əleyhimə deyir, şəhadət verdin? Qalu, əntəqənəllahu əlləzi əntəqə kullə şeyin. Buyurur ki, dəriləri belə cavab verəcəkdir. Hər şeyi dilə gətirən əntəqə, yəni nitq verəndir. Allah bizi danışdırdı. O bizi danışdırdı, deyir. Onun əmri ilə danışmışıq. Qiyamətin günündədir. Allah bizə əmr verdi ki, ey dəri danış. Onun etdiklərini sən danış deyir. Və huvə xalaqakum əvvələ mərrətin. O həmən o Allahdır ki, sizi birinci yaradan o Allahdır, o xaliqdir. Və ileyhi turcaun. Və şübhəsiz ki, ona tərəf qaydarsınız hamılıqla. Bunu kim deyəcək? Bizim əzalarımız deyəcək, dərimiz deyəcək. Hür ondan sonra Rüqəyyənin dilini aldı. Ondan danışdı, halallıq aldı. Ondan əməlli başlı danışandan sonra
halallığını alandan sonra atına mindi. Və sərkərdəsi olan qoşunun əleyhinə vuruşmağa başladı. Bunu kimə dər? Hətta vuruşmamışdan qabaq dedi, ey qoşunum, ey ləşkər, ey düşmən ləşkəri, bu haqq olan bir tərəfdir. Mən bilmirdim ki, bu cür olacaq. Oyanın, o eşitməyən qulaqlarınız eşitsin, görməyən gözləriniz görsün, qiyamətin bir haqq günü var. Bu az bir dünyada güvrələnməyin özünüzə, aldanmayın pula, aldanmayın vəzifəyə. O da hələ bilmək olmaz sizə qismət olar ya yox. Gördü ki, qulaq asan yoxdur, başladı onlarla vuruşmağa. Hər nə qədər vurdusa onlardan, atından düşdü. Atından düşəndə İmam Hüseynin xeyməsinə tərəf baxdı. Baxanda gördü ki, bir yavaş-yavaş addımlaya gələn var. Utanırdı. İmam Hüseynindən utanırdı. Gördü ki, bir nəfər gəldi, başını götürdü, qoydu diz üstündə. Onun qumduzu dolmuş gözlərin açdı, təmizlədi və ondan sonra hür orada dedi İmam Hüseyninə ki, bəs həllimin tövbə, mənim tövbəm qəbuldurmu? Dedi, əlbəttə ki, əntə hurrun fid dünya vəl axirə. Ya hür, sənin tövbən də qəbuldur, sənin şəhadətin də mübarəkdir, sənin anan ki sənə hür adın qoyub, sən azadsan bu dünyada və ahirətdə də. Pərverdigar aləm, sənə and verirəm cəlal və izzətin xatirinə. Bizim bu ibadət və itaatimizi bizdən qəbul eylə. İlahi öz evindən, əhl-i beytin qapısından bizi ayrı salma. İlahi Qur'an-ı Kərimin ayələrini oxuduq. O bizim həyatımızda ibrət olsun deyibən, bizim hər birimizə kömək ol. İlahi şeytanı bizdən uzaq qərar ver. İlahi bizləri nəfsimizə qul etmə. Pərverdigara aləm bizləri övladlarımızın yanında xəcalətli eləmə. İlahi bu əzadarlığı bizim üçün axırıncı qərar vermə. İlahi bu əzadarlıqda haqqı ilə hər birimizin boynuna nə düşürsə onu etməkdə bizə kömək ol ki. Və onu icrasında şeytanı bizə, nəfsi bizə qul etmə. Ya Rəbbim Allah, sənə and verəm öz izzəti və öz cəlalı və öz əzəmətivin xatirinə. İlahi, vətən şəhidlərimiz var. Onlar vətənimizin xilası üçün canların və qanların verdilər, fəda etdilər. Onlar mənfur qonşumuz olan Erməniyə tərəf hücum edəndə Allah qoşunu deyib, Peyğəmbər qoşunu deyib, İmam Hüseyin qoşunu deyib, Əbəlfəz ordusu deyib getdilər. Ya Rəbbim Allah, bu cür qələbə çaldılar. İlahi ya Rəbbim Allah, qiyamət günündə onları İmam Hüseyinlə məşhur qərar verginəm. Onların ailələrinə səbir verginəm. İlahi yaralı qazilərimizə heç yoxdan şifa ver. İlahi ruzilərin bol qərar ver. İlahi bütün dünya müsəlmanların sən hifz qərar verginəm. Hər yerdə ki o alov yağır, ilahi qan tökülür, körpələr atasız, anasız qalır, evsiz qalırlar. Ya Rəbbim Allah, o yerlərdə də sülhün bərqərar olmasında, o cəmiyyətə, o xalqa, o insanlara kömək ol günah. Pərverdigar aləm, dünyada nahaqqa güc vermə. İlahi, onların imkanların əllərindən al günah. İlahi, sən bizim Azərbaycanımızı qoru günah. İlahi, Azərbaycan üçün çalışan insanlar var. Azərbaycanın müstəqilliyi üçün, ərazi bütövlüyü üçün, müstəqilli bayrağın əbədi dalğalanması üçün, xüsusən də Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın firavan yaşaması üçün, azad yaşaması üçün, gözəl səma altında yaşaması üçün çalışanlar var. İlahi, sən özün də onlara kömək ol. Pərverdigar aləm bizim üçün fərq etməz. O insan ki Azərbaycanı sevmir, Azərbaycan xalqını sevmir və ələl xüsus müsəlman bacı və qardaşlarımızın gün və güzaranın yaxşı olmasını istəmirlərsə, bol ruzi içində yaşamaqlarını istəmirlərsə, azad səma altında yaşamaqlarını istəmirlərsə, ilahi müstəqilliyimizi qəbul eləmək istəmirlərsə, ya Rəbbim Allah, o insanlara imkan vermə. Hər nə qədər imkanları varsa imkanların əllərindən al ginən.
İlahi sənə and verəm izzəti və cəlalı və bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar ver yine. İlahi bu cəmiyi biri-birinə rauf-i mehriban qərar ver yine. İlahi xəstələrimizə, evlərdə, xəstəxanalarda, qərib yerdə xəstələr var. İltimas eləyənlər var. İlahi heç yoxdan onlara şifa ver yine. Kimin ki nə arzusu var, niyyəti var, hacəti var, şər'i niyyətləri var. Onların xeyrə calanmasında onlara kömək ol yine. İlahi hər yerdəki intizar gözlə baxan var. İlahi iltimas istəyənlər var. İlahi burada əyləşənlər var ki, ya Rabbim Allah. İlahi bunların əksəriyyəti gəncdirlər, ya Rabbim Allah. Sən bizim gənclərimizi qoru inan. İlahi bizim gənclərimizin ixlaslı olmağında, onların əxlaqlı olmağında, onların sənin yolunda olmağında, əhl-i beyt yolunda olmağında hər birine kömək ol inan. Pərverdigar-ı aləm, sənə and verəm cəlal və izzətin xatirinə. Bu dünyada nə ki günahlar etmişik, onların bağışlanmağında hər birimizə kömək ol inan. İlahi bizləri bağışlamamış bu dünyadan aparma inan. Pərverdigar-ı aləm, amin deyən dilləri məhşərdə lal etmə inan. Pərverdigar-ı aləm, sənə and verəm izzəti və cəlalıva, gecənin bu aləmində o əllər ki sənin huzuruna qalxıb əli boş sinələrimizə qaytarma inan. Pərverdigar-ı aləm, burada əyləşən cavanlar, ağsaqqallar, xanımlarımız, ana bacılarımız, qız gəlinlər gəliblər, hərənin öz niyyəti, öz istəyi var. Ya Rabbim Allah, təvəssül ediblər. İlahi sənin qapı var, əhl-i beytin qapısına. İlahi əvvəla onları bu qapıdan ayrı salma. Və ikincisi nə hacətləri var, şər'i niyyətləri var. Onların xeyrə calanmasında hər birinə kömək ol yine. Bütün duaların qəbulu üçün Muhammed və Ali Muhammed salavatı ki. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala الحسين وعلى أنصار الحسين وعلى زبار Hüseyin. Ey dil adam bu vefanı anam öğretti menen. Ey dil adam bu vefanı anam öğretti menen. Rehi teslimi Xudanim anam öğretti menen. Men kimem aşık olam, qara giyem sine vuram, bu güzel xətt-i nişanı anam öyrədi mənə. Dil açandan dedi hifz eyle usul-i dini. Oğul beşli erkan-ı meani anam öyrədi mənə. Tevhid-i ədl-i nübüvvət, imamət və məad, etiqad-i füqəhani anam öyrədi mənə. Aldıya quşay, aldıya quşay, verib süd, dedi lay lay geceler. Aldı ya quşa verib süd,
Dedi lay lay geceler, rahat ruhu revani anam öğretti menem. Ay anası elinden gidenler, İmam Hüseyin ağanın da Kerbela'da anası yok idi can veren. Anasız kalmasa insan, ana kadrim bilmez. Anasız kalmasa insan, ana kadrin bilmez. Ömrüde sudi ziyanin, anam öğretti mene, kurban olum. Analarımızın, iffetli namuslu analarımızın ellerinden öpürem. Kâr behiş listesin, öp öz anovun mekdeminim. Kim Fatih Cinani anam öğretti mene. Su içen vaktim, su içen vakti dedi seyyidun, etşâne selam. Anam su içirdi, ben de balaca uşağım. Dirdi salamullah alel Hüseyin şehid ve la'netullah Yezid Perid. Bunu ben eşidirdim anamla. Veya Azerbaycan dilinde İmam Hüseyin ağam payı olsun, Allah Yezid'e lanet eylesin. Su içen vakti dedi Seyyid-i Etşâne selam. Kısse-i Kerb-i Belânim anam öğretti menem. Ay rozede gözyaşını kattı süden verdi mene. Hürmeti şiir behani anam öğretti mene. Dünyadan giden valideynlerin ruhuna bir selavat zikreyle. Ger Hüseyin'den de soruşsun kim olup ustadun. Allah şairin kalemine bereket versin. Ger Hüseyin'den de soruşsun ağa kim olup ustadun. Diyecek vermeye canı anam öğretti menem. Ne diyor İmam Hüseyin? Hüseyin'em ne varıyım Hazreti Zehra'dan duyur. Bir Hüseyin'den de soruşsun kim olup ustadın. Diyecek vermeye canı anam öğretti mene. Hüseyin nece öğretti sana? Ay 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 gel Hüseyin'den de soruşsun kim olup ustadın ağa diyecek vermeye canı anam öğretti mene. Ben Hüseyin'em, ben Hüseyin'em, ne varım Hazreti Zehra'dan duyur. Rahim meydanıyım, rahim meydanı minani anam öğretti bana. Ay hür yol kesti veli geldi Hüseyin'in yoluna. Maksat budur ya. Allah Seyyid'in ömrüne bereket versin. Hürriden danıştım, hem yadıma bunu saldı. Hür yol kestim, eşittin. Hür yol kestim veli geldi Hüseyin'in yoluna. Dediler ay hür
nə səbəb oldu, nə oldu belə birdən-birə? Gecenin bir vakti yol almışam Peygamber balasının huzuruna. Hey hür yol kesti velim, geldi Hüseyin'in yoluna. Dedi vallahi ya, bu vefanı anam öğretti menem. Hür necür deyir, ben bir anlığa ya yuxuya bidar oldum, yatmışdım, anam geldi yuxuma, dedi hür, ah ben senin adını bala azad koymuşayam. Ne olub ay ana, sana kurban olaram ben. Dedi hür, beni hanım Zehra'nın yanında başı aşağı elemsen, neçə günlerdir Hüseyin'in yolun kesmişsen, balaların yolun kesmişsen. Neynim ana, dur yine ayan, git o Hüseyin kapısına eyle tövben. Oğul dur tez yubanma, git o Hüseyin kapısına eyle tövben. De yine ayan, bu vefanı anam öğretti mənə. Bəli, Hüseyin durdu. İmam Hüseyin aleyhisselamın bak, budur İmam Hüseyin aleyhisselam ki zalimi belə öz qapısına, öz kandarına getirir. Necür? Hürr kimi bir dənə dilavəri, ona hürr dilavər deyərdilər. Qəvi bir dənə pəhləvandı. Bir neçə nəfərlə oğlu, özü, qardaşı falan. Bir hür İmam Hüseyin aleyhisselamın qapısına gələndə, qapısına gəlsə nə cür gəlirdi? Nəleyinlərini iplə bağlamışdı, asmışdı boynundan. Elə ki, çatdı imamın məhzərinə, üzr istəyirəm, alimləri məhzərində bu cümləni deməliyəm. Elə ki, çatdı İmam Hüseyin ağam məhzərinə, başı aşağı idi. Bax bu cür halda İmam aleyhisselam tutdu hürrün çənəsindən qalxızı yuxarı. Dedi, imam, üzvə baxa bilmirəm, Peyğəmbərin balası. Senin yolunu ilk kesen mən olmuşam. Bak bugünkü günde imam çatıb Kərbəlaya. İlk kesen mən olmuşam senin yolunu. Mən sənin üzə baxa bilmirəm. Bilmirəm məni qəbul edirsən, eləmirsən. İmam Hüseyin nə dedi? Dedi, hür bizim qapımıza gələnin başı aşağı olmaz. Qaldır başı yuxarı. Öptü hürri. Xülasəsin seyyidim danışdı. Mən də iki dənə cümlə hürrün şəhadətindən. Allah onun ruhunu biz tövbəkarlara duası eləsin inşallah. Hürrün şəhadətindən bilirsən nə dedi hür axır vaxtında? Ey şahid dövran, tövbə tövbə. İmamın başı imamın dizinin üstündədir ya. Baxır imam silir qanlı gözlərini belə. Allah imamı sənin də başının üstünə gətirsin inşallah. Ey şahid dövran, tövbə tövbə. Ağa oldum peşiman, hamı deyər tövbə tövbə. Hamı tövbəkardır da ilahi. Bak burada eyleşmiş, hamımız tövbəkarıq. Allah bizi de hürrün tövbəsi kimi, hürrün tövbəsini kabul eləmişsən, bizim de tövbələrimizi hürrün tövbəsi kimi kabul elə. Odur ki tövbəni hamımız ye inşallah. 2 dəqiqə vaxtımı alıram. Ey şahid dövran, hamı tövbə tövbə. Elə bir imamın huzurundasan, deyirsən tövbə tövbə. Ey şahid dövran, oldum peşiman, tövbe tövbe. Çokdur günahım, yoktur penahım. Ey zibdeyin az, tiğündür almaz, gayretli Abbas. Hamı tövbe tövbe. Gör
Peygamber kimi Allah'a and verilir? Gayretli Abbas ağa, tövbe tövbeyim, ben zari müstehar, bir yar uyaver, Şehzade Ekber, tövbe tövbeyim, çok duyur herasıyım ağacan, ama ağa var iltimasıyım, Şehzade Kasim, tövbem tövbeyim. İmam Aleyhisselam'ın bugünkü gün Kərbəlaya çatan gün idi. İnşallah elə mən də bu günə ait bir dənə noha oxuyum sənin üçün inşallah. Bir 2-3 dəqiqə sonra Həsən balamız da davam eləsin. Xudaya bizi zəvvar elə kərb-i bəlayəm, öpək qəbri Hüseynim, gələk ahunə vaya. Xudaya bizi zəvvar elə kərb-i bəlayəm, öpək qəbri Hüseyni, gələk ahunə vaya. Canım Hüseyin canım, bir dənə bunu de, canım Hüseyin can, yallah. Canım Hüseyin canım, canım Hüseyin canım, Xudaya bizi zəvvar elə kərb-i bəlayəm, öpək qəbri Hüseynim, gələk ahunə vaya. Hanı Xudaya bizi zəvvar elə kərb-i bəhbə, can can öpək qəbri Hüseyni, gələk ahunə vaya. Canım, canım Hüseyin canım, maşallah, canım Hüseyin can. Düşək səcdəyə bahəm, edək çoxlu dualar, deyək nohə Hüseynəm, baxad bəzmi əzaya. Bu ərbəyində düşək səcdəyə bahəm, edək çoxlu dualar, deyək nohə Hüseynə, baxaq bəzmi əzaya. Canım Hüseyin canım can, canım Hüseyin. Xudaya, Xudaya bizi zəvvar elə kərb-i, inşallah öpək qəbri Hüseynin, gələk ahunə vaya. Xudaya, Xudaya elə öpək qəbri Hüseynin, gələk ahunə vaya. Canım Hüseyin canım, canım Hüseyin. Düşər yağda o günlər, xanım Zeynəbin alan, gələr ahunə vayəm, baxım qanlı minayəm, görüb nəşi Hüseynim, batıb qanə sərasər, başım kəsmiş o zalim, yorub noki cidayəm, vurub noki cidayəm. Xudaya bizi zəvvar elə kərb-i bəlayəm, öpək qəbri Hüseynin, gələk ahunə vaya. Xudaya, ay maşallah, elə kərb-i bəlayəm, öpək qəbri Hüseynin, gələk ahunə vaya. Canım Hüseyin canım, canım Hüseyin. Bir de diyersen canım Hüseyin canım, canım Hüseyin canım. Hitap
taze cevanim, kalıp istiqum üstem, odur ruhi revanim. Susuz kestiler başın, kanım töktüler ey vay. Nece biz dözerik bəs belə cori cefaya. Canem Hüseyin canem, canem Hüseyin canem, Xudaya bizi zəvar elə kərbü bəla. Ay maşallah, qəbri Hüseyin. Gələ yahu nəvaya. Bəh bəh bəh. Bizi zəvar elə kərbü bəlaya, öpey qəbri Hüseyin. Nəvaya canım, canım Hüseyin canım, canım Hüseyin canım, canım Hüseyin canım. Bizi çaddır ilahim, yetek arzu muradem, Kurak bezmi ezabiz, müqəddes o pakadem. Bizim pis günümüzden, bizim pis günümüzden, yetişeydi o da den, seni cahit demişken. Hüseyin'im salaya den, Hüseyin'im salaya den, Xudaya bizi zəvvar elə kərbü bəlaya. Ey qəbri Hüseynin gələ yahu nəvaya, Xudaya bizi zəvvar elə vermərəm eşqim, mən aləmeynəm, hər nə varımdır, fədda Hüseynəm. Fəxr edərəm mən iki cahanda, mən nəgər olsam qulam Hüseynə. Kəbədir mənə Hüseynün ərəmi, Kəbədir mənə Hüseynün ərəmi. Hər şey ucalıb əbəl fəzələmi, hər şey ucalıb fəzələmi. Ağam, ağam Hüseyin, ağam, ağam Hüseyin, ağam Hüseyin, ağam, ağam Hüseyin, ağam, ağam Hüseyin, ağam ağam Hüseyin, ağam, ağam Hüseyin, ağam, ağam Hüseyin. Herkes Hüseyin'em nöker olubdim, iki cahanda behası vardım. Yoktu əlaqəm, həşti behiştəm, çün ağamın Kərbəlası vardı. Kəbədi mənə Hüseynün ərəmi, Kəbədi mənə Hüseynün ərəmi. hər şey ucalıb əbəl fəzələmin, Hər şey ucalır əbəl. Kəbədi mənə Hüseynün ərəmi, Kəbədi mənə Hüseynün ərəmi. Hər şey ucalıb əbəl fəzələmin, ucalıb əbəl fəzələmin. Vermərəm eşqi mən aləmeynə, vermərəm eşqi mən aləmeynə. Hər nə varımdı fəda Hüseynəm, hər nə varımdı fəda Hüseynə. Fəxr edərəm mən iki cahandan, mən əgər olsam gəda Hüseynəm, mən əgər olsam gəda Hüseynəm. Kəbədi mənə Hüseynün ərəmi, hamı Kəbədi mənə Hüseynün ərəmi, Ərşə ucalıb əbəl fəzələmim, ərşə ucalıb əbəl fəzələmi. ağam, ağam Hüseyin, ağam, ağam Hüseyin, ağam, ağam Hüseyin. Ağam, ağam Hüseyin, ağam. ağam Hüseyin. Hər
Herkes Hüseyin'e nokar olubdu. Herkes Hüseyin'e nokar olubdu. İki cahanda behası vardı. Yoktu əlaqəm məsti behişdə. Yoktu əlaqəm məsti behişdə. Tağamın Kərbəlası vardı. Tağamın Kərbəlası vardı. Kəbədir mənə Hüseynin hərəmi. Kəbədir bizə Hüseynin hərəmi. Her şey uzalı Bebel fezelemi. Ağam ağam Hüseyin, ağam Hüseyin, ağam ağam Hüseyin, ağam ağam bir de ağam ağam Hüseyin, Ağam ağam Hüseyin, ağam ağam Hüseyin. ağam ağam Hüseyin, yaraların akar kanı. Hüseyin'im vay, Hüseyin'im vay, eder günler meydanı. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, eder Hüseyin'im vay, Hüseyin'im vay. Yaraların akar kanı. Şun hani Hüseyin'im vay, Hüseyin. Hamı diyar Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Susuz elde ölen kardeş, yaralı can veren kardeş. Hani o pirehen kardeş. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im nur. Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im var. Hüseyin'im vay. Sen öldün düşmanın kaldı, seni öldürdü Kemal'dı. Üzü üstte neden saldı? Hüseyin'im vay, 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 Hüseyin'im vay. Gülistan'da açım güller, gelip avaza bülbüller. Eder nohem yanan diller. Hüseyin'im vay, 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 Hüseyin'im vay. Sinen üstte yaran çoktur. Sinen üstte yaran çoktur. Tamamini zebü yoktu. Öpen bu se yeri yoktur. Hüseyin'im vay, 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 Hüseyin'im vay. vay Hüseyin'im vay. Bar ilaha bi hakkı peygamber, bi hakkına o cevan Ali Ekber. Bar ilaha saklamışık Məğribi ilə məşriq arayam. O məzlum, o qərib
verib Hüseynə əzaya. Bar ilaham bu cəmin də əzaların qəbul elən. Bu cəmə Kərbəla nəsib elə. Məxsusən bu il ərbəin nəsib elə. Burada xidmət eləyənlər, sinə vuranları, süpaylayanlar, kiçikdən böyüyə hamını səlamət elə. Seyyid Rahib başda olmaqla cəmiyyən ruhanilərimizi, sinə vuranları, xidmət eləyənləri hamımızı yerin göyün bəlasından hifz elə. Axırıncı duama yaxşı amindir. Burada yatan xanımın ruhun Azərbaycanımıza duası elə.